Yanvarın 21-də Azərbaycanın rayon və şəhərlərində gözlənilən hava proqnozu açıqlanıb. Bu haqda Yeni Sabaha Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz yağıntılar tədricən kəsiləcək. Arabir güclənən şimal-qərb küləyi gündüz zəifləyəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcə isti, gündüz 2-4 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75-85% olacaq. Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2-6 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq. Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda sabah havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacaq ehtimalı var. Gündüz yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-9 dərəcə şaxta, gündüz 0-4 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə, yüksək dağlıq ərazilərdə 17-22 dərəcə şaxta, gündüz 3-7 dərəcə şaxta olacaq. Yollar bumbuz olacaq.